ABŞ-də Azərbaycan imzası, 3 film, 3 hekayə, 1 baxış. Azərbaycan televiziyasının yaradıcı komandası ABŞ-yə səfərləri zamanı 3 fərqli sənədli film ərsəyə gətirib. Hər biri fərqli mövzuya toxunan bu ekran işləri təkcə Azərbaycan cəmiyyətinə bənzərsiz baxış təqdim etmir, həm də qlobal proseslərə Azərbaycan prizmasından maraqlı yanaşma sərgiləyir. Filmlərin müəllifi və rejissoru Kamil İldaroğlu, quruluşçu operatoru isə Fərəc Baba idi. Onlar ABŞ-nin müxtəlif güşələrində real insanlarla görüşüb, onların həyat hekayələrini, tarixi məkanların izlərini və aktual geosiyasi hadisələri ekran dilinə çeviriblər. USAID Məxfi Plan bu film ABŞ-nin xarici yardım agentliyi vasitəsilə müxtəlif ölkələrdə həyata keçirilən yumşaq güc siyasətinə işıq salır. Film beynəlxalq münasibətlərin təsirinin necə formalaşdığını, siyasi maraqların yardım maskası altında necə təqdim olunduğunu araşdırır. 0.0 ABŞ-Meksika sərhəddində lent alınan bu film miqrasiya böhranını fərqli aspektdən təqdim edir. San Diego və Yuma şəhərlərində çəkilən kadrlar taleyin sərhədlərində sıxışıb qalan insan həyatlarını ekrana daşıyır. Ümidsizliklə ümid arasında qalmaq nə deməkdir? Bu film cavab verir. Ölüm vadisinin son kovboyları tamaşaçını Arizonanın unudulmuş Goldfield Ghost Town adlı şəhərinə aparır. Vaxtı ilə qızıl axtaranların məskəni olan bu yer indi keçmişin sükutla danışdığı canlı muzeyə çevrilib. Film burada yaşayan azsaylı kovboyların həyat tərzini, əfsanələri və qərb mədəniyyətinin köhnə izlərini canlandırır. Bu sənədli filmlər artıq Azərbaycan televiziyası nefrində nümayiş olunub. Növbəti addım isə onları beynəlxalq sənədli film festivallarında təqdim etməkdir. Layihə jurnalistikanın faktlara əsaslanan dili ilə sənətin bədii gücünü birləşdirərək Azərbaycan və ABŞ arasında yeni bir mədəni dialoq köprüsü yaradır. Şəbnəm Fərmanlı, Mira TV, Amerika Birləşmiş Ştatları.